Sabahınız xeyir. Bir gün sesim biraz fərqlidir. Gönlüm qış havası mənə tutub səhərdən. Amma buna baxmayaraq bu qədər enerji adamların bir yerdə olması bizə əlavə güc və stimul verir. Hörmətli iştirakçılar, əziz soydaşlar, Bakıdan gələn müxtəlif qurumların üzvləri, nümayəndələri, əsasən bizim mühəndislərimiz, Azərbaycanlarımız, qonumlarımız, cəngəlliklərimiz, sizin hər birinizi burada salamlamaq çox şadam və mühəndislər forumunun açılışında birlikdə olmağa çox məmnunum. Təbii ki, bu mühüm tədbirin məhz bu ərəfədə olması iki qat bizi sevindirir. İlk olaraq konstitusiya və suverenin hüquqları olan Azərbaycanda, eyni zamanda Şanlı Zəfərimizin 5-ci il dönümü ərəfəsindəyik və bu xüsusda